Anamnezində yüksək ATF təzyiqi və şəkər diabeti olan 72 yaşlı qadın xəstə tənginəfəslik döş qəfəsində ağrılarla bizim klinikamıza müraciət etmişdi. Kardioqramma və exo müayinələri keçdikdən sonra xəstəyə koronar anqioqrafiya müayinəsi məsləhət görülmüşdü və xəstə anjiyo müayinəsinə alınmışdı. Müayinə nəticəsində sol ön enlən arteriyada, biz LED arteriya deyirik, onun tam proksimal hissəsində D1 segmentdən sonra 100% xroniki total okkluziya izlənildi. Digər damarlarda sol yan dolanan arteriya və sağ koronar arteriyada ciddi problem aşkar edilməmişdi. Xəstənin anamnezini dəqiqləşdirdi ki, xəstə hardasa 3 ay bundan qabaq miokardın ön divarının infarktını keçirmişdi və sol ön enən arteriya kateter vasitəsilə dolduğunu, həm orada ciddi kalsifik izləndiyi üçün biz bunu aorta koronar şoxlanma cərrahi əməliyyatı məsləhət verdik.